Bundan əvvəlki videoda sizə izah etdiyim insultun olmasından şübhələnəndə nə etmək lazımdır, insult olub-olmadığını bilmək üçün həmin o suallarla test eləyib, xəstədə insultun olub-olmadığını şübhələndikdən sonra, əgər insulta şübhə varsa, təcili yardımı mütləq çağırmaq lazımdır. Çünki bizim cəmi 3 saat yarım vaxtımız var ki, xəstəni xilas eləyək. Yəni artıq orada müəyyən digər testlər keçirilməklə və aparatlardan keçirməklə xəstəni, məsələn, KT-dən, MRT-dən və deməli, orada müəyyən olunur ki, beyində hansı insultdur, necə müdaxilə eləmək lazımdır və bundan sonra xəstənin həyatını xilas eləmək artıq bizim təcili yardımı nə dərəcədə tez çağırmağımızdan və xəstəni xəstəxanaya göndərməyimizdən asılı olacaq. Bundan əvvəlki videoda sizə izah etdiyim insultun olmasından şübhələnəndə nə etmək lazımdır, insult olub-olmadığını bilmək üçün həmin o suallarla. Bundan əvvəlki videoda sizə izah etdiyim insultun olmasından şübhələnəndə nə etmək lazımdır, insult olub-olmadığını bilmək üçün həmin o suallarla test eləyib